أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم إن الله اشترى من المؤمنين أنفسهم وأموالهم بأن لهم الجنة يقاتلون في سبيل الله فيقتلون ويقتلون إلى آخر الآية. صدق الله العلي العظيم. Peygamber'e salavat düşürüyor. Bəli, bu cümə günüdür və neçə cümə günlərdir ki, biz ahirət həyatı barədə danışırdıq. İnsanın ahirətə imanı çox əhəmiyyətli mövzulardandır. Çünki ahirətə imanı, inamı olmayan insan dünyada nə günah desin, nə səhvlər, nə zülüm desin, eləyər. Amma ahirətə inam və iman elədiklərinin haqq hesabı, sorğu-sualı gözünün qarşısında canlanan bir insan istər-istəməz o səhvləri, o yanlışlıqları eləməyəcək, onlara yol verməyəcək. Başqa sözlə desək, ahirət həyatı insanın dünyada necə yaşadığının nəticəsini göstərəcək insana. Biraz da daha ətraflı desək, daha aydın şəkildə desək, insan əbədiyyət arzusundadır. İnsan daimi yaşamaq istəyi var insanın ruhunda. Heç kəs ölmək istəmir. Kim desə mən ölmək istəyirəm, yalan deyir. Heç kəs ölmək istəmir. Hamı istəyir yaşasın. Hamı istəyir dünyada. Görürsən, biri hətta müəyyən o yaş gəldi, ötdü, müəyyən həddi keçəndən sonra dünyada yaşamaq istəyi biraz da çoxalır. Deyir, Harun Ər-Rəşid dedi, bir nəfər tapın gətirin mənim üçün, Peyğəmbər salavatıllahı görmüş sayılsın. Həzrəti Peyğəmbəri görüb və ondan rəvayət nəql edib. Eləsin. Deyir ki, əzdilər, indi xilafətin hər tərəfində Harun Ər-Rəşid olub İmam Kazım Əleyhisselamın dönəmində, 7-ci imamın dönəmində Peyğəmbər salavatıllahı hər adam görən qalmıraq o çağa, artıq dünyasını dəyişiblər. Bir nəfər qoca bir kişi tapdılar, gətirdilər. İndi hansısa ucqar bir yerdən gətirdilər. Bir o qədər qocaydı, hətta beli bükülmüşdü, onu bir zəmbildə gətirdilər. Bir nəyəsə qoydular, gətirdilər Harun Ər-Rəşidin yanına. Bir Harun dedi, qoca sən Peyğəmbərdən nəsə eşitmisən? Deyir, bəli, mən Peyğəmbər salavatıllahdan eşitdim ki, insan yaşlaşdıqca dünya malına hərisliyi çoxallar. Deyir, yaxşı, bunu hardan götürmüşsə aparmara qoyun. İndi o dönəmdə bir kisəydi, nə elədər idi, buna qızıl da verdi. Verdi, dedi, aparın qoyun ünvanına. Hardan gətirmişsə, deyir, biraz aralanmışdı, zəmbili vurdu, o zəmbili aparanlar dayandı. Deyir, məni çevirin, xəlifəyə sözüm var. Deyir, yaxşı buyur. Deyir, xəlifə sağ olsun, bundan gələn ildə olacaq. Xəlifə də deyir, sadaqa Rəsulullah, Allah Rəsulü həqiqətən düzgün buyurub. Sən hələ gedə bilmirsən, səni aparırlar. İnsan elədir, görürsən, insanı aparırlar, insan yenə dünyada yaşamaq xülyası ilə ot tutub yanır, alışır, deyil, mən yaşayacam dünyada. Mən heç bir insan ölmək istəmir. Bu insanın fitrətindədir, bu insanın batini istəyidir, bu insanın ruhunun çağırışıdır əslində. Bu pis bir şey də deyil. Yəni, insan yaşamaq istəyir. Ölümsüzlük, ölümsüz olmaq istəyir. Amma bir məsələ var, bilirsiniz o məsələ nədən ibarətdir? İnsanın ruhu ölümsüzdür. İnsanın cismi yox. Bu bizim cismimiz öləcək, gedəcək, aradan gedəcək. Amma bizim ruhumuz ölümsüzdür. Bizim istəyimizlə ruhumuza bağlı olan bir istəkdir.
Ona görə dünya həyatından əlavə ölümsüz bir həyatın olması qaçılmazdır, zəruridir. Ki o ruhun istəyi ki var, o ruh ki istəyir əbədi yaşasın, o ruh öz başını istəmir, o ruhun yaradılışı odur. Və o əbədi istəyir yaşasın, Allah onu o zaman üçün onu yaradıb ki, o əbədi həmən yerdə yaşayacaq. Orada ölüm olmayacaq, orada ağrı acı olmayacaq, orada rahatçılıq olacaq. Bunların hamısını insan dünyada axtarır. Görürsən, insan bir ömür qaçır rahatçılıq arxasıyla. Görürsən, ev tikir, evin içərisində rahatçılıqlar, hər cür şəraiti, yenə də aram olunur. Minilər rahat, minilər ildən ilə, gündən günə daha da mükəmməli çıxır, üstünləri çıxır. Amma görürsən, insan yenə rahat otura bilmir, aram ala bilmir. Niyə? Ona görə ki, insanın aramlığı dünya üçün deyil. Dünya elə bir yerdir ki, insan buradan sadəcə keçib gedəcək. Həzrət Əli Əleyhisselam buyurur, yol uzundur, azuqə azdır, axirət həyatı üçün bu keçdiyiniz yerdən. Başqa sözlə desək, Həzrətin başqa sözü ilə desək, buyurur, dünya darul məmərdir, yəni keçid yeridir. Axirət isə darul qərardır. Yəni qərarlaşmaq, yaşamaq yeridir. Keçdiyiniz yerdən yaşayacağınız yer üçün nəsə toplayın, bir azuqə toplayın. Quran-ı Kərimin ayələrində axirət məsələsi çox önə çəkilib. Hətta Allah Teala buyurur ki, və bil axirəti hum yuqinun. Möminlərin təqvalıları xüsusiyyəti budur ki, axirətə yəqinləri olar. İnsanın yəqini olmasa axirətə, onun imanı kamil olmaz, nöqsanlı olar. Onun ibadəti də nöqsanlı olar, onun əməli də nöqsanlı olar, onun rəftarı da nöqsanlı olar. O bir ömür qaçar dünyanın arxasıca, amma axırda görər ki, yox, mənə bu lazım deyilmiş, mənə lazım olan mənim istifadə eləyəcəyim o bir hissəymiş, bir miqdar, mənə lazımmış əslində. Amma mən neynədim? Oradan götürdüm, buradan götürdüm, oraya baktım, bura qaçdım. Zaman gəlir, insan uzadırlar Qibliyə. Demirəm, biz hamımız uzanaq Qibliyə, heç eləməyək, zəhmət çəkməyək, əziyyət çəkməyək. Elə biz onsuz da bitkəni Allah yetirəcək, heç eləməyək, yox, belədir deyil. Həzrəti Peyğəmbər sallallahu bir hədisdə buyurur, çox mükəmməl bu mövzunu izah edən bir kəlmədir, cümlədir. Buyurur, əgər cihad meydanındasınızsa, döyüşürsünüzsə, qılınc zərbəsini, qılıncı qaldırmışsınız, qarşı tərəfdən vuruşursunuz. Həmən zamanda belə, həmən günün ruzisini qazanmağı unutmayın. Bu bəs edir də. Bu insan üçün zəhmət çəkməyinə, əziyyət çəkməyinə bəs edir. Bunun mənası bu deyil ki, insan elə desin, bu gün məsuliyyət düşdü boynuna, eybi yox, bu gün bir bəhanə, başqa gün başqa bir bəhanə, başqa növbəti günlər, başqa bəhanələr. Elə yox, Həzrət buyurdu, bu bəhanələri kökündən kəsdir. Dedi, hətta döyüş meydanında düşmənlə vuruşursan, üzbəyüzsən, qılınc qaldırmısan düşmənə vurmağa, düşmən də sənə vurur qılıncı, həmən günün ruzisini qazanmağı belə yaddan çıxartma, unutma. Bu o qədər vacib və əhəmiyyətli məsələdir. Axirət həyatı ilə bağlı olan ən üstün, belə deyək də, axirətlə bizim aramızda bir yol var, bir keçid var. O keçiddə ölümdür. Bizim başa düşdüyümüz ölüm. O ölüm vasitəsi, ölüm bir qapıdır. Başqa sözlə desək. O qapını açmaq lazımdır və o qapı açılacaq, biz keçid eləyəcək axirət həyatına. Necə ki, dünya qapısına açıldı bizim üçün, ana bətnindən gəldi bu dünyaya, bir keçid idi. Və ondan sonraki növbəti mərhələdə də axirət keçididir, bərzəx həyatıdır. Və bərzəx həyatının əvvəlindən sonuna, yəni qiyamət gününə qədər, bərzəx həyatında bizim necə yaşamağımız bu dünyadakı əməllərimizə görə müəyyən olunacaq.
Mən istəyərdim ki, ölümü ən ali və ən böyük şərəflə dadan insanlardan danışan bu gecə bir neçə kəlmə, cümə günüdür. Həzrəti Peyğəmbər sallavatullahdan hədislər var, günlərin ən üstünü cümə günüdür. Ölümün də ən üstünü var. Nəinki ölümün, hətta Həzrəti Peyğəmbər sallallahu buyurur, فَوْقَ كُلِّ ذِي بِرٍّ بِرٌّ حَتَّى يُقْتَلَ فِي سَبِيلِ اللّٰهِ. Buyurur, bütün yaxşılıqlardan üstün bir yaxşılıq var. Hər bir yaxşılıqdan üstün bir yaxşılıq var. Yəni, dünyada hər bir şey nisbidir. Necə ki, nisbilik nəzəriyyəsi son dönəmdə kəşf olundu. Həzrəti Peyğəmbər sallallahu onu 1400 il bundan əvvəl deyib, buyurub ki, dünyada hər şey nisbidir. Hər bir şey. Nisbilik nəzəriyyəsini Həzrəti Peyğəmbər sallallahu təqdim edir bəşəriyyət. Buyurur, hətta yuqtələ fi səbilillah, Allah yolunda öldürülənə qədər. Elə ki, bir insan Allah yolunda öldürüldü, فَإِذَا قُتْلَ فِي سَبِلِ اللّٰهِ فَلَيْسَ فَوْقَهُ بِرٌّ. Bir nəfər Allah yolunda öldürüldü, yəni şəhid oldu, ondan üstün bir məqam yoxdur. Deməli, varlıq aləmində nə varsa hamısı nisbidir, amma Allah yolunda öldürülənə qədər, şəhidə qədər, Allah şəhidlərimizin ruhlarını şad eləsin. Şəhid olana qədər, bir insan şəhid olsa, o şəhid olduğu olan insanın məqamı ilə digər məqamlar müqayisə olunmayacaq. O artıq şəhid olubsa, deməli, ən üstün məqamdadır. Ölümün də ən gözəl dadan şəhidlərdir. Hədislər buyurulur ki, hədislərdə insan dünyasını dəyişəndən sonra, qiyamət günü insana deyəndə ki, o cəzanı görəndə, əcri görəndə, hətta behişt əhli olan bir insan olsa, bərzəx həyatında, deyilər ki, dünyaya qayıtmaq istəyirsiniz, deyərlər ki, yox. Heç biri qayıtmaq istəməz. Amma Həzrət buyurur ki, yeganə şəhiddir ki, dünyaya qayıtmaq istəyər. Çünki Allah ona o qədər minnətlər verir. O ölüm halın elə gözəl yaşayıb. İmamdan soruşdular ki, bu ölüm ağrı acılı olur da, ölüm halı. İnsan hədislər buyurur ki, can vermə şiddətindən ilahi sənə sığınırıq, məsumlar deyir bunu. Bir nəfər soruşdu imamdan, dedilər, ağa, bəs bu şəhidlər necə dünyasını dəyişir? Dedi, siz öz bədəninizin bir hissəsini yumuşaq çindi ilə çindiləyərsə, şəhidlər ölümü elə dadır. Yəni, yüngüldür, ani. O cür gözəl və rahat şəkildə, özə yumuşaq ilə, möhkəm çindikdən söhbət gedir. Ona görə şəhidlər dünyaya yenidən qayıtmaq istəyəcək. Onlar istəyər ki, biz dünyaya yenidən qayıdaq. Deməli, İslamın ilk sağlarında Həzrəti Peyğəmbər sallallahu birlikdə döyüşənlər, şəhid olanlar və ətrafındakı insanlar onların barəsində deyirlər ki, kaş onlar ölməyəydi, onlar dünyada qalıydılar. Həzrəti Peyğəmbər sallallahu qeyb aləmindən bir pəncərə açsı da, yəni Quran qeyb aləmindən bir pəncərə açıb bəşəriyyət üçün. Yəni, bizim görmədiyimiz tərəfləri bizə göstərir. Bizim bilmədiyimiz tərəfləri bizə bildirir. Çünki Allah görür. Bilirsiniz bu nəyə bənzəyir? Bir insan çıxıb təpənin üzərinə baxır, görür qarşı tərəfdə nələr var, kimlər var. Amma biz aşağıda gedirik, qarşımızı görə bilmirik. O təpənin üzərindəki bizə deyir, yalvarır, yaxarır ki, getmə, qarşıda təhlükə var, dərə var. Təhlükə var, yırtıcı var, hər hansı bir problemlə qarşılaşacaqsınız, amma biz deyirik, yox, özü üçün deyir. Zaman gəlir o dərədən yuvarlananda aşağı, onda biz yada salırıq o sözləri ki, kaş o təpənin üzərindəki insanın sözünə qulaq asaydıq. Həzrəti Peyğəmbər sallallahu sanki həmən rolu ifa edir. Qeybdən bir pəncərə açıb Quran-ı Kərim.
İnsanlara göstərir, bəşəriyyətə göstərir. İnsanlar elə bilirdi, insan öldü, sümüyü, əti məhv oldu, aradan getdi. Hətta deyirlər, dənizdə yırtıcılar yedi insanı, səhrada yırtıcılar insanın cismini yedi, məhv oldu. O insan bir daha behişti yaşaya bilməyəcək. Peyğəmbər sallallahu buyurdu, Quranın ayəsini buyurdu, və la təqulu limən yuqtəru fi səbilillahi əmvat bəl əhyəun ində rabbihim yurzaqun. Buyurdu, Allah yolunda öldürülənləri ölü deməyin. Onlar diridirlər, öz Rəbbiləri yanında ruzilənirlər. Ruzilənirlər yəni nə? Bəziləri belə deyir, deyirlər ki, şəhid dünyasını dəyişir, nəyin uğrunda şəhid olub? O yaşayır. O yaşadığına görə onun adı ilə əzəmətlidir. Amma böyük təfsir alimlərindən bir neçəsinin bu barədə sözü budur, deyir. Əslində, şəhidin məqamını onunla məhdudlaşdırmaq bu şəhidə qarşı zülümdür. Yəni, şəhidin məqamı təkcə o deyil ki, hansısa bir missiya uğrunda şəhid olar. O uğurdakı şəhid oldu, o yaşayar. Təkcə bu deyil, bundan ibarət deyil. Əslində, şəhid həqiqətən də yaşayır. Harada yaşayır? Həmin o bərzəx həyatında. Yasin surəsində Allah təala buyurur, Həzrəti İsa Məsih, İsa Peyğəmbər əleyhissalamın nümayəndələri var idi. Göndərdi Həzrəti İsa əleyhissalam öz nümayəndələrin bugünkü Antakya şəhərinə, Türkiyə arasında yerləşir. Yasin surəsinin 2-ci səhifəsi, bütöv səhifə həmin əhvalatı nəql edir. وَاضْرِبْ لَهُمْ مَثَلًا أَصْحَابَ الْقَرْيَةِ إِذْ جَاءَهَا الْمُرْسَلُونَ إِذْ أَرْسَلَ Əksəriyyət əzbər bilir bu surə, bilmiyordur. Buyurur, onlar üçün həmin kəndin əhalisin misaldır, ey Peyğəmbər. Elə ki, onlara Peyğəmbərlər gəldi, elçilər gəldi, Həzrəti İsa əleyhissalamın elçiləri gəldi, onu öldürdülər. Biz sonra 2 nəfərdən əlavə 3-cü nümayəndəni ora göndərdik, onu da öldürdülər. Sonra başlayır o əhvalatları nəql edir, gəlir o səhifənin ortasına çatanda deyir ki, وَجَاءَ مِنْ أَقْصَى الْمَدِينَةِ يَسْعَى Şəhərin ucqar nöqtəsindən, Əllamə Təbəttəbai deyir, o 3 nəfərin sözü, təbliğatı, Antakya şəhərinin ən ucqar nöqtəsinə belə gedib çatmışdı. Hamı eşitmişdi, hamı bilirdi, amma heç kim iman gətirmədi. Heç kim qəbul eləmədi. Amma bir nəfər şəhərin ən ucqar yerindən gəldi, özü də qasa-qasa gəldi. Səy eləyə gəldi. Dedi ki, bu nümayəndələrlə, elçilərlə işiniz olmasın. Onlar sizdən əcr istəmir, mükafat istəmir. Onlar istəyir sizi düzgün yola yönləndirsin, düzgün istiqamətə yönəltsin. Deyir, onu da qatdılar, o dillərə öldürdülər. Əvvəldə deyir, o kəndin misalındır, kəndin əhalisin misaldır onlara, ey Peyğəmbər. Sonra gəlir, ortada deyir ki, o şəhərin ucqar yerindən bir nəfər gəldi. Kənd başqadır, şəhər başqadır, ərəb dilində də belədir. Bizim dildə də belədir. Şəhər mədəniyyət mərkəzinə deyilər. İnkişafın ocağına deyilər. İnkişaf olunmuş yerə, mədəni yerə şəhər deyilər. Mədinə kəlməsinin də lüğəti mənası ərəbində şəhər deməkdir. Mədinə. Ərəblər şəhərə Mədinə deyirlər. Mədinə şəhərinin də adı Yəsrib olub, Peyğəmbər şəhəri. Sonradan Peyğəmbər sallallahu ora hicrət edəndən sonra adlandırıldı Mədinətun Nəbiy, yəni Peyğəmbərin şəhəri. Sonra Nəbi kəlməsi çıxdı yavaş-yavaş, ixtisar olundu, qaldı sadəcə Mədinə, elə Mədinə şəhəri. Mədinəzə elə şəhər deməkdir. Mədəni sözündəndir kök olaraq, yəni mədəniyyət mərkəzi. Ona görə şəhərə Mədinə deyərlər. Şəhər həmişə kənddən öndədir, inkişaf olunmuş yerdir. Sivilizasiya şəhərdə yüksək dərəcədədir. Amma Allah Taala eyni ünvana, eyni yerə 2 dənə həm kəndliyə müraciət edir, həm şəhərliyə müraciət edir. Yasin surəsinin 2-ci səhifəsində.
Birinci ona görə kənd deyir, həmən kənddə iman gətirən yox idi. Bir yerdə ki, Allaha inan yerində deyil, Allah həmən yerin mədəniyyət ocağı hesab eləmir. Həmən yeri şəhər hesab eləmir, hətta şəhər olsa verir. Elə ki, bir yerdə bir nəfər tapıldı həmən şəhərdə, düzgün yolu tapan bir insan, haqqı tapan bir insan və insanları haqqa dəvət eləyə biləcək bir insan tapıldı, artıq həmən yerə Allah şəhər deyə müraciət elədi. Dedi, bəli, və cəə min əqsəl mədinəti rəculun yəs'a qalə ya qavmi ittəbi'ul mursəlin. Dedi, ey mənim qövmüm, bu Peyğəmbərin nümayəndələrinə, elçilərinə iman gətirin, tabi olun. İttəbi'u mən la yəs'alukum əcrən və hum muhtədun. Onlar sizdən heç bir mükafat istəmir, heç bir muzd istəmir. İstəyir ki, onlar sizi haqqa düzgün yola yönləndirsin. Halbuki özləri də düzgün yoldadırlar. Bir onu da vurdular, öldürdülər. Mənim məqsədim bu əhvalatı danışmaqda, bu bərzəx həyatı ilə nə əlaqəsi var bunun? Bərzəxin behişti ilə nə əlaqəsi var bunun? Bərzəxin dəlillərindən də biri budur. Buyurur, qeyləd xulil cənnə. Həmən şəxs öldürüldü, şəhid edildi öz qövmü tərəfindən. Qeyləd xulil cənnə. Ona deyildi ki, daxil ol cənnətə. İndi öldürür daxil. Bir bəli, insanın gedəcəyi o behişlə, bərzəxin behişti ilə insanın arasında yeganə fasilə, yeganə o sərhəd ölümdür. O ölən kimi dərhal həmin behişdə daxil olur. Dərhal. Uzun uzadı vaxt getməyə ehtiyac yoxdur. Çünki bu behişt əhli daxil. Çünki bu behişt əhlinin ən fövqündə dayanan şəhiddir. Şəhidlik adı buna şamil olunub. Qeyləd xulil cənnə, qalə ya qavmi. Ey kaş, mənim qövmüm biləydi. Görürsən, behişt əhlinin xüsusiyyəti budur. Qisas hissi ilə yaşamaz olar. Görürsən, insan başına bir nəfər bir faciə gətirəndə bəzən ömrü boyu fikirləşir. Mən necə bir əvəz çıxım bundan? Bir acıq çıxımda elə bir şərait yaransın ki, bu məndən asılı olsun. Var, çox adamlar, belə insanlar var. Fürsət axtarır, fürsət tapan kimi həmən insanla vuracam, sancacam, nəsə bir qisasımı alacam. Sanki o günü gözləyir, Allah göstərməsin. Görürsən, çətinliyə düşəndə birbaşa həmin problemi qabardır. Allah Teala sənə, mənə göstərmək istəyir, bildirmək istəyir ki, bu xüsusiyyət varsa səndə, sənə aid deyil, bu behişt həyatı. Deməli, sən cəhənnəmdə yaşayırsan, necə bu dünyada yaşayırsan, sənin bütün batini, aləmin cəhənnəmdir, ahirətdə də cəhənnəmdə gedəcəksən. Buyurur ki, behişt əhlinin xüsusiyyəti budur. Qalə ya ləytə qavmi ya'ləmun. Qövmü bu insanı öldürüb, şəhid eləyib, bu gedib cənnətə düşür. Orada fikirləşir ki, ey kaş məni öldürən qövmüm biləydi ki, burada bizi cənnət gözləyir. Onlar da tabi olaydı həmən şəxslərə, mənimlə birlikdə behiştə gələydi. O ağrı acı ilə fikirləşir. Qövmü üçün ürəyi yanaraq fikirləşir. Bima ğəfərə li Rabbi və cəaləni minəl mukramin. Onu biləydilər ki, Rəbbim məni bağışladı və məni hörmətlilərdən elədi, möhtərəm insanlardan elədi. Və cəaləni minəl mukramin. Məni möhtərəm insanlardan elədi. Möhtərəm insanlardan elədi. Möhtərəm kimdir ki, məni də onlardan elədi. Möhtərəm insanlar Allahdır, Allahın peyğəmbərləridir. Möhtərəm insanlar Allahın ən ali övliyalarıdır, ən ali şəhidlərdir. Möhtərəm varlıqlar Allahın mələkləridir. Buyurur ki, onlarla birlikdə, onların əhatə dairəsində daxil edəcəklər səni behiştə. Deyəcəklər, buyur, daxil ol behiştə. Behişt sənin intizarındadır. Behişt sənin intizarını çəkir.
Bəli əzizlər, Quran-ı Kərimin üslubu bizə tanış gəlməlidir. Ona görə ki, Quran bizə dediyimiz kimi qeybdən bir pəncərəni açıb göstərir. Göstərir ki, qarşıda səni nə gözləyir? Sən hansı günləri yaşayacaqsan? Nə eləsin, necə olacaq? Nəticə nə olacaq? Əvvəldə oxuduğumuz ayəyə gəlincə, həmin ayənin barəsində bir neçə dəqiqə izah verək, sözümüzü yekunlaşdıracaq. Buyurur Allah Teala: "İnnallâhe eşterâ minel mu'minîne enfusahum ve emvâlehum." Allah Teala müminlərdən mallarını və canlarını alır, satın alır. Bi enne lehumul cennə, behiştin müqabilində. Mal və can Allah səndən, məndən alır. Nəyi qarşılığında nə verəcək? Deyir, behişt verəcəm qarşılığında. Yuqatiluna fi sabilillah feyaqtuluna ve yuqtalun. Hansı insanlar? O insanlar ki, onlar Allah yolunda vuruşurlar, Allah yolunda öldürürlər və ölürlər. Şəhid olurlar. Va'dan aleyhi haqqan fit-Tevrat vel-İncil vel-Qur'an. Bu Tevratda da, İncildə də, Qur'anda da haqq olunmuş bir vədədir. Təsdiqini tapır. Yəni bunu Yahudilər də bilir, bunu Xristiyanlar da bilir, bunu Müsəlmanlar da bilir. Bu Qur'anda da var, Tevratda da var, İncildə də var. Və mən əvfə bi əhdihi minəllah. Allahdan daha yaxşı, daha dəqiq öz əhdinə vəfa eləyən kimdir? Kim Allahdan daha yaxşı əhdinə vəfa eləyər? Əstəbşiru bi bəy'ikumun-ləzi bəyə'tum bih. Allahla etdiyiniz ticarətə görə müjdə olsun sizə. Və zəlikə huvəl-fəvzul əzim. Bu sizin üçün bu ən böyük uğur və nailiyyətdir. Bu Quran-ı Kərimin mübarək Tövbə surəsinin 111-ci ayəsidir. Bir ayədən ibarətdir. Düzdür, şəhidlər barədədir bu ayə. Həzrət Əli əleyhissalam buyurur, insanın ən ucuz qiyməti. Deyir, axı Allah satın alır sizin malınızı və canınızı, qarşılığında behişti verəcək. Ona görə Həzrət Əli əleyhissalam buyurur, ey insan, sənin ən ucuz dəyərin behiştir. Ən ucuz. Ondan aşağı özü satmayın. Yaxşı, ən ucuz yerimiz, dəyərimiz behişdirsə, bəs yuxarı dəyərimiz haradır, nədir? Üstün dəyərimiz, qiymətimiz nədir? Buyurur ki, o Allahın razılığın əldə eləməkdir, Rizvanullah məqamıdır. Allahın razılığın sən əldə eləmisən. O deməkdir ki, behişdə sən daxil olmamısan, Allah behişdi sənə bəxş edilib. Allah öz Rəbliyin, öz üstünlüyün sənə dağıtırıb, öz şirinliyin sənə dağıtırıb. Və sən ondan razısan, necə ki, o da səndən razıdır. Təfsir alimləri bu ayədə bir neçə nöqtəni çıxardıblar. Deyirlər ki, bu ayədə bir incə nöqtə var, bir neçə. Birinci burada deyir ki, Allah alıcı rolundadır. Bilirsiniz, Quranın üslubu budur da, Quran-ı Kərim sadə misalla mücərrəd aləmi maddi insanlara, yəni bizə tanıtdırır, təqdim edir. Biz bilmirik, məsələn, ruh necədir? Yəsəlunəkə anir-ruh, qulur-ruh min əmri Rabbi. Biz bilmirik ruh nədir? Ruhun mahiyyətini bilmirik. Peyğəmbər sallallahu Allah buyurur Quran-ı Kərimdə, buyurur, ey Peyğəmbər, səndən ruh barədə soruşurlar. Sən denən ki, bu Rəbbimin işidir. Mən Rəbbimin işindən o qədər də bilmərəm. Baxmayaraq ki, biz ruh barədə danışırıq, Peyğəmbər danışır. Amma mahiyyətini bilmirik. Bəs nəyi barədə danışır ruhun? Allahın o mücərrəd aləmdən, maddi aləmə, maddiyyatla vurduğu misallarla bizə çatır ki, bu nə deməkdir? Bərzəx həyatı elədir, biz mücərrəd aləmdir, oranı biz dərk edə bilmirik. Necə ki, dediyimiz kimi, ana bətnində olan uşağa desələr ki, sən dünyaya gedəcəksən,
Belə bir dünya var, orada ağaclar var, orada otlar var, bitkilər var, heyvanlar var, quşlar var, bağlar, bağçalar, çiçəklər, bülbüllər cəhcəh vurur, nə biləm filan olur. Orada belə olacaq, orada belə olacaq. Sən orada qaçacaqsan, futbol oynayacaqsan, məktəbə gedəcəksən, məktəbdən gələcəksən. Təsəvvür edin, bir nəfər uşağa deyir, ana bətnində olan uşağa. Uşaq da onu başa düşür, eşidir. Uşaq nə fikirləşər, bu nə danışır? Bunun başı xarab olur. Nədən danışır? Nə futbolu, o nə deməkdir? Orada sənə diş veriləcək, sən orada yeməyi dişləyib yiyəcəksən, dişlərindən əzəcəksən, üyüdəcəksən. Ana bətnində uşaq ağızla yemir axı yeməyi, göbək vasitəsilə. Qəbul edir kitabı. O bilmir, o elə bilir ki, elə belədir, elə belə də olacaq. Əbədiyyət budur. O fikirləşir ki, mənim bu əlim, ayağım mənə artıq verilib. Bu qulaq eşitmir o qulağına. O göz bağlıdır, görmür o gözlə. O ağız fikirləşir, bu ağızı Allah mənə əbəs yerə verir. Bunun nə faydası var mənə? Heç bir işə yaramır. Mən qida yeyirəm, yemək yeyirəm, bu vasitə ilə yeyirəm də göbək vasitəsilə. Bu necə olan bir şeydir? Dünyada deyirlər, belə olacaq, yaşıllıq var, ağaclar var, nə bilim filan. Allah sanki o cür misallarla bizə deyir də, dünyada gördüyümüz və hiss elədiyimiz misalları bizə göstərir. Deyir, bəli, cənnətdə çaylardır, nə bilim filandır, ağaclardır, altında yaşıllıq, gözəlliklər, istədiyiniz meyvələr və otubihi mütəşabiha, meyvələrdən yedikcə deyəcəksiniz, bunu buna bənzərin görmüşdük biz dünyada. Amma bu biraz fərqlidir. İmama dedilər ki, behişdə necə deyirlər, yemək var, amma üzr istəyirəm, o yeməyi ifraz eləmək yoxdur. Bu necə olur? Dünyada misalı var, dedi, əlbəttə var. Misalsız bir şey yaratmayıb ki Allah. Dedi, necə? Həzrət buyurdu, ana bətnində olan uşaq kimi yeyir, qidalanır, amma ifrazı yoxdur onun, ifraz eləmir. Hər bir işi behişlidir, behişli ifraz yoxdur. Behişli və yiyəcəksən. Yiyəcəksən, necə çıxacaq, nə formada olacaq, inşallah orada yiyəndə biləcək Allahın köməkliyi. Allah hər birimizə nəsib edəsin inşallah. Ona görə əzizlər, dünyanı Allah bizə dünyadakıları misal vurub, ahirəti biz tanıyaq deyə. O gözəllikləri başa düşək deyə. O gözəlliklərdən faydalanaq deyə. Ona görə Quran bu ayəni Allah alış-satış, bazar iqtisadiyyatından danışır. İlahi, bu nədir? Bu nə alverdən söhbət? Hansı alverdən söhbət edir? Deyir, bəli, mən sənə canımı da vermişəm, ruhumu da vermişəm və istəyirəm ki, bu ruhu mənim özüm alan və qarşılığında behişli sənə bəxş edəyəm. Allah Teala burada alıcı rolunu ifa edir bu ayədə birinci. İnnəllaha əşkərə, Allah istəyir, alsın sənin canını və malını, satın alsın. Buyurur ikinci, insan satıcıdır. Burada canını və malını Rəbbinə satır. Rəbbindən başqasına canını və malını satsın, dəyərin olmayacaq. Dən fikir verin, həyat belədir. Məsələn, kimə daha çox el bağlayırsan, güvənirsən, həmən tərəfdən vurulursan. Vurulacaqsan. Bu ilahi bir hikmətdir. Bu insanın Rəbbinə qayıtması və Rəbbinə tərəf sədaqətli olması üçün bir vasitədir. Dünyada ən çox kimə can yandırırsan, ən böyük zərbəni də ondan alacaqsan. Bu qanundur. Allah təbarək və təala insana göstərir ki, bax, ən böyük fayda verən mənəm sənə, sən məndən başqa hamı üçün can yandırırsan. Bax, budur insan, dünya həyatı budur. Can yandır kim üçün? Allah üçün. Öz Rəbbin üçün. Rəbbindən başqa kimə can yandırsın, sən məhv olacaqsan, qədrin qiymətin bilinməyəcək. Malını hara xərcləsən, dəyərsiz olacaq. Hətta illərlə yedirdəsən, içirdəsən, sonunda görəcəksən, pislik gəldi onun tərəfindən sən. Niyə? Çünki Allah deyir ki, mənlə ticarət eləməsən, fəma rəbihət ticarətuhum. Mənlə ticarət eləməyənin ticarətdə sərmayəsi də gedər. Hələ qazancı gəlməz cəhənnəm, sərmayəsi əlindən çıxır.
Buyurur Allah Teala burada müminlərdən ancaq alır. Kimin canı dəyərlidir? Allah deyir müminlərin canı. Allahı tanıyanın canı. Allahı qəbul edənin canı. Sən Allahı qəbul eləməsin, inkar eləsin. Deyir, yox, mən o can istəmirəm. Mənə elə can lazım deyir. O dəyər qatmısan ona, ilahi imanla, iman və etiqadla o cana, o cismə bir dəyər qatmısan. Həmin o dəyərli cismi istəyir Allah sən. Bir hansı ki, o cisim daha dəyərlidir. O cisim ancaq o ruh məni fikirləşir, məni düşünür. Üçüncü budur ki, alğı-satqı edilən əmtəyə candır. Həmin o satış, üzərində satış olunan, alış-satış olunan şey insanın canıdır və malıdır. İnsanın həm canı, həm malı. Görürsünüz, insanın canı kimi malı da dəyərlidir. Amma biz bilirik ya, dünya malı dəyərsizdir. Bizə belə deyirlər, dünya malı dəyərsizdir. Amma Allah Teala deyir ki, sən o can və malığın müqabilində mən sənə behişt verirəm. Axı bu mal dəyərsiz olmadı, dəyərli oldu. Bir halda ki, o mala behişt verilir qarşılığında. Satıcı artıq burada, yəni insan başa düşür ki, mənim malım da canım kimi dəyərlidir. Ona görə də israf eləmə. Lazımı yerlərdə istifadə edin. Sözü gedən əmtənin qiyməti cənnətdir. Yəni, üzərində alver olunan şeyin qiyməti behişdir. Satılan Allah behişti verir sənə, bəxş edir. Ona görə Həzrət Peyğəmbər sallallahu buyurdu. Əleyhissalam buyurdu, üzr istəyirəm. Buyurdu, behişdən ucuzuna özü satmayın. Bax, bu behişdir, budur. İnsana canına görə, malına görə ən azı behişt verilməlidir. İnsan belə bir fövqəladə bir varlıqdır. İnsanın necə ki malı dəyərlidir, canı da dəyərlidir, üzr istəyirəm. Necə ki canı dəyərlidir, malı da dəyərlidir. Hətta Həzrət Peyğəmbər sallallahu buyurur ki, bir nəfər döyüşə gedə, ailəsi, təbii ki, ailəsi qalacaq harada? Arxa cəbhədə. Döyüşə gedə bilməyənlər onun ailəsinə maddi və mənəvi dəstəyin göstərsə, üzürlüdür, döyüşə gedə bilmir. Amma malı var, sərvəti var. Bu sərvətin, malı ilə, sərvəti ilə kömək edir həmin döyüşə getməyənlərin ailəsinə, övladlarına, yaxınlarına ki, onun fikri qalmasına geridə. Döyüşsün rahat şəkildə, bilsin ki, arxa cəbhədə fikirləşənlər var, düşünənlər var. Buyurur ki, həmən şəxs Həzrət Peyğəmbər sallallahu buyurur. O şəxs bizimlə cihad edən şəxs kimidir. Neyinir? Həmən şəxs həmin o döyüşənlərin yaxınlarını öz malı ilə dəstək olur, kömək olur. Deməli, mal möminindürsə, Allahı tanıyanın malıdırsa, o Allahı tanıyan şəxs kimi dəyərli qiymətlidir. Nəinki dünya malıdır, qiyməti yoxdur, dəyərsizdir, filandır, aşağıdır, yox, belə deyil. Dünya malıdır, dünya da gözəldir, dünyada olanlar da gözəldir. Amma bu şərt yəni ki, sən meyli və əbədiyyətli ona kökləməyəsən. Düşüncülü ona kökləməyəsən, onu qazanasan, onu əldə eləyəsən, o səni əldə eləməyə. Buna görə insana deyilir ki, sənə yaraşmır. Dünyaya əsir olmaq sənə yaraşmır. Dünyaya qul olmaq sənin üçün uyğun deyil. Məsələn, təsəvvür elə Allah göstərməsin, bir nəfər düşüb inəyin qarşısında ibadət edir. Bunlarda belə qruplar da var. Bir nəfər düşüb bütün qarşısında səcdə edir, bütpərəstlik edir. Bir nəfər Allahdan başqasına ibadət edir. Niyə olmaz bu? Allah deyir ki, insan sənə yaraşmır axı. O sənə təzim eləməlidir. Necə ki, elədi. Buyurur, biz Adəm əleyhissalamı yaradandan sonra mələklərə əmr elədik ki, Adəmə səcdə elə. Axı sənə də bir insanı Adəm əleyhissalama səcdə edir. İndi bu boyda insan düşüb həmin o bütün qarşısında səcdə edir.
Bir olmadı ki, bu sənə yaraşan iş deyil. Sənin şəninlə, məqamınla uyğunluq təşkil edən, bu sənə yaraşmır. Bir insan dünyaya əsir olsa, dünya malına əsir olsa, Allah deyir ki, sənə yaraşmırsan dünya malına əsir olasan. Nəinki dünya malı pisdir, nəinki bir taxta pisdir, nəinki bir inək pisdir, nəinki bir filan. Bunların heç biri pis deyil. Bunların hamısı öz missiyasını icra eləməklə gözəldir, mükəmməldir. Quran-ı Kərim buyurur ki, Allah Taala yarattığı hər bir şeyi gözəl yarattı. Hər bir şeyi. Heyvan da yarattı gözəl, insan da yarattı gözəl. Hər öz rolunda olsa gözəldir. İt də yaradıb gözəldir, donuz da yaradıb gözəldir, pişik də yaradıb gözəldir. Ama deyir, yox, sən bu itin öz yeri var, evi var, eşiği var, sənin öz evin, eşiğin var. Burada ədalət prinsipinə xələl gəlir. İt də gəlir insanla yaşayır, ya da insan gəlir itlə yaşayır. Bu deyir, alınmır da. Bu düz gəlmir, bu yaraşmır, sənin şəni bu uyğun deyil, məqamı bu uyğun deyil. Bir görsən deyir, qurban əti kəsmişəm, onun sümüyündən filan itə verə bilərəm. Elə bilir ki, Allah Taala nəuzubillah, itdən acığı gəlir, zəhləsi gedir. Allah demir ki, it pisdir. Allah yaradır, it özü sevib yaradır. Həzrət Əli Aleyhisselam buyurur, itdə olan 10 dənə xüsusiyyət mömində olsa imanı kamilləşər. İtdə olan 10 dənə xüsusiyyət. İtin nəyi pisdir, it gözəldir, əladır. Həzrət Musa Aleyhisselam idi, səhv eləmirəmsə gedirdi. Bir üzr istəyən bir it leşi gördü, öz sahabələri ilə birlikdə. Ya Həzrət İsa Aleyhisselam da ola bilər, mən qarışdıram. Bir durdu, baxdı. Yanındaşlar bir burunlarını tutdular ki, üzlərini çevirib getsinlər. Həzrət baxdı, dedi, nə gözəldir. Dedilər, bunun nəyi gözəldir, bu üfunət ilə yaxın durmalı deyil. Bir onların onun dişinin quruluşuna bax. Dişində olan səliqə səhmana bax. Görün, nə gözəl düzülüb, nə gözəl yaradılıb. Rəssam işləyib, bunların hamısının üzərində rəssam işləyib. İlahi, Allahın əsərləridir hamısı. Hamı gözəldir, hamı yaxşıdır. Amma hərə öz yerində gözəldir. Donuz da gözəldir, it də gözəldir, digər heyvan, hamısı gözəldir, quşlar da gözəldir. Amma hərə öz missiyasını icra edir həyatda. Hamı Allahına, Rəbbinə şükür edir. Həzrət Əli Aleyhisselam buyurur, itin sədaqəti olsa mömində kamil iman sahibi olur. İtin qənaətsizliyi olsa, görürsən, azaqanədir. Balaca tikədə at itə, yiyəcək oturacaq orada. Böyük tikədə at itə, yenə yiyəcək oturacaq orada. İtlə yoldaşlıq edirsən, onun sədaqətindən danışırsan. Bir nəfər molla var idi, bir yerə gedərdi məclisə. 7 gün gəldi, getdi, 7 gün. Hər dəfə gələndə də buna tapşırmışdılar ki, bir dənə it var həyatda, biraz quduz, fason itdir. Hər gələndə bitki çörəkdən filandan gətirir. At itən səndən iş olmasın. 7 gün gəldi, getdi. İndi bunu 40'a da çağırırlar, 40'da da gələcək. 7 gün çörəyin gətirirdi. Atdı itə keçdi. 40-cı gün gəldi, iti görəndə yadıma düşdü. İt də çörək gətirməliydi, nəsə gətirməli, atmalıydı. İti görəndə itlə üzbəüz çıxdı, yadına düşdü ki, bu işdən keçib artıq. Nə qaçmalı deyil, nə dayanmalı deyil, iti də görür, vahimə bürüyür. Heyvanlarda da bir xüsusiyyət var. İnsan qorxanda insanın bədənindən hər kimi bir rütubət qalxır, bir qoxu deyək. O qoxunu heyvanlar daha, biz onu hiss eləmirik, biz bilmirik onu. Amma heyvanlar onu hiss edir, həşəratlar da hiss edir. Ona görə görürsən, qorxan adamı tez it qatır, qorxan adamın üstünə, məsələn görürsən, arı gəlir, sancır filan edir, hiss edir onu, bilir. Bu da qalın mətəl, gəlir, it fırlanır, o tərəfinə vurur, bu tərəfinə, biraz qoxuluyur, gedir. İlahi şükür, sənə yaxşı canımı qurtardım. Mən deyir, 40 ildir çörək verdiyim adam evdə məni qatır, bir həftə mən çörək vermişəm buna,
40-dır, hələ yadından çıxmayıb, hələ məni tanıyır və gəldi, məni qoxuladı, sədaqətini göstərdi. Görürsən, bu itin sədaqəti budur. Sədaqətini götürə istifadə edəyək. Nə gözəl, nə yaxşı. Amma deyir, səndən bir yerdə bu qalmazlar, onun yeri o deyil. Bunun yeri o deyil. Ona görə Həzrət buyurur, Allah Taala'nın ayəsində buyurulur, insanın malı, canı kimin malı da dəyərlidir. Qiyməti var, dəyəri var. 5-ci, bu algı satqının şahidləri böyük peyğəmbərlərdir. Həzrət Musa kimi, Həzrət İsa kimi, Həzrət Muhammed sallallahu aleyhi və aleyhi və səlləm kimi o cür şəxsiyyətlərdir bu alış-verişin şahidləri. Onlar Allahla sən, mən alver eləyəndə, həmin bu canımızın və malımızın üzərində alver eləyəndə onlar şahiddirlər. Və sonuncu nəticə, burada alır o nəticəni, buyurur ki, o alverin bir dənə də sənədi var. İmza görürsən, gedirsən banka, planı, nəsə alırsan, qol çəkirsən, imzalayırsan, buyurur, bu alış-verişin sənədi toxunulmazdır, Qur'andır. Sənədi. Bu alverin sənədi Qur'andır. Sən qiyamət kimi Qur'anı Allaha təqdim edəcəksən, əgər bu alveri Allahdan eləmisənsən. İlahi, bax, bu həmin alverimizin sənədidir. Məni behişdə daxil edə. Bu alverin sənədi Tövratdır, İncildir, Qur'andır. Ona görə Quran-ı Kərimin oxuduğumuz ayəsində buyurur ki, Allah Taala sizin mallarınızı və canınızı behiştin müqabilində sizdən satın alır və siz Allah yolunda vuruşursunuz, ölürsünüz, öldürürsünüz, şəhid olursunuz. Bu Qur'anda, Tövratda və İncildə haqq bir vədədir ki, Allah Təbarək və Teala bunu buyurub və buyurur, Allahdan çox kim öz əhdinə vəfalı ola bilər və Allahla bağladığınız bu alverə görə müjdə olsun sizə, xoş olsun sizin halınıza. Bu böyük bir, əzəmətli bir uğurdur, nailiyyətdir, bəşəriyyət üçün, insanlar üçün.